Bismillah, velhamdülillah, və salatu və salamu ala Rasulillahi, əmmə ba'd. Əziz qardaşlar, deməli, bugün İmam Əhmədin Usul-ü Sünnə risaləsindən növbəti qaydaları götürəcək. İmam Əhməd rahiməhullah buyurur ki, وَلَيْسَ فِي sünnəti qiyas. Sünnətdə qiyas yoxdur. Yəni, sünnədə bənzətmə yoxdur. Və İmam Əhməd rahiməhullah burada deyəndə ki, وَلَيْسَ فِي sünnəti qiyas, yəni sünnədə qiyas yoxdur. Yəni, İmam Əhməd demək istəyir ki, bu deyilən, bu cümlə, bu qayda əhl-i sünnənin əqidə əsaslarını təşkil edən qaydalardan birisidir. Yəni, sünnət əhli bunu bilməlidir ki, sünnədə, yəni əqidə məsələlərində qiyas yoxdur. Çünki Usul-ü Sünnənin müqəddiməsində demişdik ki, İmam Əhməd bu kitabda sünnə deyəndə nəyi qəsd edir? Əqidəni, əqidə məsələlərini. İmam Əhməd deyəndə ki, Usul-ü Sünnəti indənə, risaləyə başlayanda deyəndə ki, sünnənin üsulu bizdə bu qaydalardır, sünnənin üsulu yəni əqidənin əsasları və ya əqidənin əsaslarını təşkil edən qaydalar. Və burada da həmin məsələdir. Yəni, heç nə dəyişmir. İmam Əhməd rahiməhullah deyəndə ki, وَلَيْسَ فِي sünnəti qiyas, sünnədə qiyas yoxdur. Yəni, İmam Əhməd rahiməhullah onu nəzərdə tutmur ki, dində qiyas yoxdur. Çünki dində qiyas var. Dində qiyas var. Qiyas nədir? Qiyas odur ki, məsələn, bəzi məsələlər var, o məsələlərin şəriətdə birbaşa dəlili yoxdur. Yəni, Quran və sünnədə, sahabələrin sözlərində, kəlamlarında və ya əməllərində bunun birbaşa dəlili yoxdur. Məsələn, siqaret və ya narkotik və bu qəbildən olan şeylər. Bugün alimlər ittifaq edib ki, haramdır. Nəyə qiyasən, fikir verin kəlməyə, nəyə qiyasən, yəni nəyə bənzədərək şəraba? Qiyas odur ki, bir məsələdir, onun birbaşa şəriətdə dəlili yoxdur və onu qiyas edirsən, müqayisə edirsən, şəriətdə dəlili olan başqa bir məsələyə və onun hökmünü verirsən buna. Əgər onların aralarında olan illət, səbəb eynidirsə, bu məsələlərə girmirəm. Çünki qiyasın şərtləri, qaydaları bu dərsi mövzusu deyil. Bu usul fikri mövzusudur. Sadəcə olaraq, yəni bilmək lazımdır ki, qiyas nədir? Məsələn, alimlər narkotik barədə, bunun haramlığı barədə Quran sünnədə dəlil yoxdur birbaşa. Amma şərab barədə var, xamr barədə var. Və aralarında olan illət də eynidir. İllət nədir? Ağlı başdan aparmaq. Və bunun hökmünü alimlər verirlər buna. Bunu buna qiyas edərək. Əgər bu haramdırsa, deməli bu da haramdır. Buna deyirlər şəriətdə qiyas. Yəni müqayisəli olaraq hökm vermək. Və qiyasın icazəli olan yerləri var, həmçinin icazəli olmayan yerləri var. Uzun məsələdir. Misal olaraq birini qeyd edəcəm fayda üçün. Qadağan olan yerlərindən birisi, dəlil olan yerdə qiyas caiz deyil. Məsələn, görürsən ki, bir məsələdə açıq aydın dəlil var. Bu hal olar və ya olmaz. Və bu hədisə əsasən alimlər deyirlər ki, məsələn, bu haramdır və ya halaldır. Görürsən, başqa alim ona həmin dəlil çatmadığına görə, o məsələni başqa bir məsələyə qiyas edir və ona hökm verir ki, bu olmaz. Amma hədisdə gəlir ki, olar. Dəlil olan yerdə qiyas batildir. Necə ki, iblis. Allah Azza və Cəllə ona deyəndə ki, iblisdən soruşanda ki, mə mənəəkə ən təscüdə limə xaləqtu biyədey, iki əlimlə yaratdığıma, yəni Adəmə səcdə etməyə sənə nə mani oldu? Fikir verin, iblis qiyas etdi. Dedi ki, ənə xayrun min, mən ondan daha xeyirliyəm
yəni Adəmdən, niyə illətini gətirir? Deyir, xalaqtəni min nar və xalaqtahu min tin. Çünki məni oddan, onu torpaqdan yaratmışsan. İblis od ilə torpağı qiyas edir. Və elə düşünür ki, od torpaqdan üstündürsə, mən də Adəmdən üstünəm. Bu qiyas batildir. Nə üçün? Dəlil olan yerdə qiyas edir. Allahın əmri olan yerdə ki, biz mələklərə əmr etdik ki, səcdə edin. Fəsəcədu illə iblis. Hamısı səcdə etdi iblisdən başqa. Yəni, dəlil olan yerdə qiyas nədir? Batildir. Və bunun başqa misalları, başqa növləri də var, bura girmirəm. Yəni, bildik ki, qiyas nədir? Deməli, dində qiyas var ya yoxdur? Deməli, dində qiyas var. Lakin, dinin hansı sayəsində? Əhkam məsələlərdə, yəni fiqhi məsələlərdə, namaz, oruc, zəkat, tutaq ki, ticarət, evlilik, talaq, yəni əməllə əlaqəli olan fiqhi məsələlər ki var, əhkam məsələləri, bu məsələlərdə qiyas var. Və bunu ümmətdən heç kəs inkar etməyib, yalnız zahirlərdən başqa. Zahiri məzhəbi ona görə, bəzi usullarına görə və onlardan da birisi budur, bununla 4 məzhəbdən ayrılıblar. Hənəfi, Şafi, Maliki, Həmbəli məzhəbi və onlardan qabaq sahabə və tabiinlərin məzhəbi ittifaq edib ki, dində qiyas var. Fiqhi məsələlərdə. Zahiri məzhəbi buna müxalif olub. Və qiyası inkar ediblər. Və qiyas ədillətü şər'iyyə ki deyirlər, yəni dində məsdər olan mənbələr ki var, o mənbələrdən birisidir. Yəni Qur'an bizim dinimizin qaynağıdır ya yox, əsasıdır. Sünnə, icma, sahabənin qövlü gəlir və onlardan da birisi qiyasdır. Yəni qiyas şəri dəlillərdən birisidir. Zahiri məzhəbi bunu inkar edib. Və əhl-i sünnəyə bu məsələdə müxalif olublar. Və lakin bayaq dediyim kimi, əhl-i sünnə alimləri, xüsusən də İmam Əhmədin məzhəbi, hətta fiqhi məsələlərdə belə, qiyasdan ən az istifadə edən məzhəb olub. Və qiyasdan ən çox istifadə edən məzhəb Hənəfi məzhəbi olub. İmam Əhmədin oğlu Abdullah Aleykissalam. Dərsə girəndə salam verməyin, əyləşin. İmam Əhmədin oğlu Abdullah Kitab-ı Sünnədə atasından rəvayət edir. Deyir ki, atamdan eşitdim ki, belə dedi. Dedi ki, Əl-əhadisu dəifə əhəbbu iləyyə min qiyası Əbi Hənifə. Rahiməhullah. Hətta zəif hədislər mənə Əbu Hənifənin qiyaslarından daha sevimlidir. Yəni İmam Əhməd zəif də olsa, hədis olan bir sözü götürürdü, amma insan ağlının məhsulu olan qiyası zəif hədisə görə tərkiləmirdi. Daha doğrusu, zəif hədisi qiyasa görə tərkiləmirdi. Bu İmam Əhmədə xas idi, onun fiqhində, onun usulunda qayda idi və şək yoxdur ki, İmam Əhməd yəni zəif hədisi götürürdü, zəif hədislə əməl edirdi deyəndə, bugün bizim anladığımız zəif hədis deyil o. Aydındır və həmçinin onun şərtləri var idi. Əl-mühim, bildik ki, dində qiyas var və qiyasın yeri fiqhi məsələlərdir. Və İmam Əhməd rahimehullah burada deyir ki, وَلَيْسَ فِي sünnəti qiyas. Və lakin sünnədə qiyas yoxdur. Bu qaydadır. Əqidənin əsasını təşkil edən qaydalardan birisidir ki, biz əhl-i sünnə vəl-cəmaə etiqad edirik ki, sünnədə, yəni əqidə məsələlərində qiyas yoxdur. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, əqidə məsələləri ictihadla sabit olan məsələ deyil. Əqidə məsələləri təvqifidir. Yəni Qur'an və sünnənin durduğu yerdə dururuq. Yəni əqidə məsələləri və xüsusən də qeybi məsələlər belə deyil ki, dəlili olan bir məsələni götürəsən, hər hansı qeybi bir məsələni,
və onu başqa bir məsələyə qiyas edib, ondan hər hansı bir əqidə çıxarasan. Başqa bir hökm çıxarasan. Yəni, əqidədə belə şey yoxdur və bu qaydalardandır. Və sonra İmam Əhməd rahimehullah deyir ki, bu da çox önəmlidir. وَلَا تُدْرَبُ لَهَا الْأَمْثَلِ Həmçinin sünnəyə, əqidəyə və ya Allah Rasulunun sünnətində bizə gəlib çatan əsərlərə, hədislərə, çünki bu qiyas məsələsindən qabaq, bundan qabaqki dərsdə götürmüşük, Allah Rasulunun sünnətindən danışır. Və İmam Əhməd deyir ki, وَلَا تُدْرَبُ لَهَا الْأَمْثَلِ Əqidə məsələlərində və ya sünnədə bizə sabit olan məsələlərdə misal vurulmaz. Açıqlayacağım necə. Yəni, deyilməz ki, nə üçün, necə, nə cür misal vurulmaz. Və bu qaydadır. Önəmli qaydalardan, əsaslardan birisidir. Və şək yoxdur ki, bu qaydaların dəlilləri Quran və sünnəyə dayanır. Və bunun dəlillərindən birisi də bir gün Abu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisini rəvayət edir. Deyir ki, Allah Rasulü dedi ki, odun dəydiyi yeməkdən, ətdən ötürü dəstəmaz alın. Yəni, bir yemək ki, pişib, yəni yemək yiyirsən, yemək yiyəndən sonra dəstəmaz almalısan. İslamın ilk dönəmlərində belə idi və sonra bu nəsx olundu. Və bəzi sahabələr var idi ki, bunun nəsx olunduğunu bilmirdilər. Və Abu Hüreyrə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu hədisi rəvayət edir. Deyir ki, odun dəydiyi yeməkdən ötürü dəstəmaz alın. Bu hədisdir. İbn Abbas radiyallahu anhumə uşaq olur. Abu Hüreyrə bu hədisi rəvayət edəndə eşidir və həmən misal çəkir. Deyir ki, bəs biz isti su ilə dəstəmaz almırıq. Yəni, misal çəkir. Yəni, necə olur ki, odun dəydiyi yeməkdən ötürü dəstəmaz alaq, amma odun dəydiyi su ilə dəstəmaz ala bilirik. Bunun bir maneçiliyi olmur. Yəni, İbn Abbas sanki Abu Hüreyrə radiyallahu anhunun Allah Rasulundan nəql etdiyi hədisin önünə misal gətirir. Və bu şəriətlə qadağandır. Və İmam Əhməd bu qaydanı deyir. Və Abu Hüreyrə orada bunu deyir. Deyir ki, oğlum, sənə Allah Rasulundan bir hədis nəql olundu mu? Allah Rasulundan bir hədis eşitdinmi? Fələ tadrib ləhəl əmsəl. Av misal. Ona misallar vurma. Məsəllər çəkmə. Ki, əgər sünnədə belə gəlibsə belədir, qutardı. Əgər belədirsə, bəs belə necə? Bu şəriətlə qadağan olunur. Və ona görə Harun Ər-Raşidin zamanında sələflərdən birisi Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət olunmuş bir hədisi nəql edir. Qədər barədə, qədər mövzusu ilə əlaqəli bir söhbət düşür Harun Ər-Raşidin məclisində və Musa əleyhissalamla Adəm əleyhissalamın bir-birləri ilə höccətləşməsi hədisini o məclisdə olanlardan birisi nəql edir. O hədis də qısa olaraq belədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, hədis də səhihdir, Musa əleyhissalamla Adəm əleyhissalamın qissəsini, diyaloqunu, bir-birləri ilə höccətləşməsini bizə nəql edir. Yəni, Musa əleyhissalam Adəm əleyhissalama deyir ki, sən cənnətdə o xətanı etməsəydin, biz cənnətdən çıxmazdıq.
Adəm əleyhissalam da cavab olaraq deyir ki, sən mənim barəmdə yazılmış qədərə görə məni qınayırsan, hansı ki mən xəlq olunmamışdan qabaq bu mənim barəmdə yazılmışdı. Yəni sən buna mı görə məni qınayırsan? Bu qədər məsələsi usul-i sünnədə növbəti dəstə gələcək. Elə bundan sonraki dəstə qədər barədə olan qaydaları zikr edir İmam Əhməd. Sadəcə olaraq burada qısa olaraq onu deyim ki, orada Adəm əleyhissalam öz etdiyi günahına görə, xətasına görə qədəri dəlil gətirmir. Çünki insan etdiyi günahına görə, asiliyə görə qədər dəlil gətirə bilməz. Adəm əleyhissalam başına gələn müsibətə görə qədər dəlil gətirir. Bu məsələ yəni başqa bir dərsin mövzusudur. Həmin məclisdə bu hədis nəql olunanda, o məclisdə olanlardan birisi, İsa ibn Cəfər adında birisi, həmən hədisi eşidən kimi etiraz edir. Və etirazı belə olur. Deyir ki, Adəm əleyhissalamla Musa əleyhissalam arasında nə qədər il var? Yəni onların arasında bu höcətləşmə, bu diyaloq necə oldu, nəcür oldu? Etiraz edir. Bunu misal gətirib. Və həmən Harun ər-Rəşid yəni oturduğu yerdən sıçrayır və deyir ki, sənə Allah Rasulundan, onun sünnətindən nə isə bir şey nəql olunanda ona qarşı keyfə, yəni bu necə oldu deyib etiraz eləmə. Yəni bu şəriətlə qadağan olunan məsələlərdən birisidir və əqidənin əsasını təşkil edən məsələlərdəndir. Nə üçün? Çünki belə suallar verilir. Məsələn, bundan qabaqki məclislərin birində yox, hətta ikisində ayrı-ayrı məclislərdə eyni bu cür suallar verildi. Hansı ki, bu cür sualların doğmasına səbəb bu qaydanı, əqidədə olan bu əsli bilməməzlikdir. Və sual verən qardaş soruşur ki, deyir qardaş, məsələn, biz hədislərdə oxuyuruq ki, kim gün ərzində filan zikri filan qədər eləsə, o gün onu mələklər qoruyar, hifz edər. Və görürsən ki, həmin gün o adam, məsələn, onu edir və həmin gün başına nəsə gəlir. Bu necə olur? Bu məsələdir. Və ya başqa bir qardaş deyir ki, məsələn, bir hədisdə gəlir ki, kim belə-belə eləsə, cənnətin iyini duymayacaq. Bunun müqabilində gəlir ki, kim belə-belə eləsə hesabsız cənnətə gedəcək. Bir adam hər ikisini də edir. Onda necə olacaq? Necə olacaq? Yəni, burada şək yoxdur ki, heç bir təzad yoxdur, ziddiyyət yoxdur. Sadəcə olaraq ziddiyyət insanın öz ağlındadır. Çünki insanın ağlı məhduddur. Bu dediyi məsələlər isə qeybi məsələlərdir. Ümumiyyətlə, vəd və vəid məsələləri ki var, yəni cənnət müjdəsi, cəhənnəm ilə təhdid olunma hədisləri və ya ayələri ki var, bunlar ümumi dəlillərdir. Yəni, məsələn, kim Ramazan ayını imanla və savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. İndi bir adam özü-özündə hiss edir ki, o imanla tutub Ramazanı və Allahdan əcrini umaraq, hətta hər gün, sahurda və iftarda, qırağı demirəm, hətta özü-özünə şahid ola bilərmi ki, mən onlardanam? Yox, bu ümumi hədisdir. Sən isə fərdsən. O ümumi hökmün fərd olaraq sənə aid olunması bu qeybi məsələdir. Bu Allahın elmində gizli məsələdir. Bu axirətdə bilinəcək. Sən beynivi sənə aid olmayan məsələlərlə niyə yorursan? Hansı ki, sən bununla mükəlləf deyilsən. Aydın oldu məsələ? Və başqa bir misal, məsələ daha da açıqlansın. Ümumiyyətlə, əqidə məsələləri, ümumiyyətlə, qeybi məsələlər. Bu məsələlər elə məsələlərdir ki, qardaşlar, ağılla, hisslə, təcrübə ilə əldə olunan məsələlər deyil. Elə məsələlər var, təcrübə ilə əldə olunur, hisslə. Məsələn, biz də desək ki, od yandırır, bəli,
Bu bizdə zəruri elmdir. Niyə? Təcrübədən bilirik. Biz bunu hiss edirik. Bu zəruri elmdir. Amma qeybi məsələlər, əqidə məsələləri belə deyil. Heç bu cür məsələləri deməyək. Yəni kiminsə ağlında zahirən bir-birinə zid görünən məsələləri deməyək. Zid görünməyən, açıq aydın olan məsələləri deyək. Məsələn, mələklərə iman dinin əsaslarından birisidir və heç bir İslam firqəsi də onların varlığını inkar etmir. Ateistlərdən, kafirlərdən başqa. Düzdürmü? Hisslə, təcrübə ilə mələklərin varlığını kim kimə sübut edə bilər? Heç kəs heç kəsə. Nə üçün? Çünki bu iman məsələsidir. Və salam. Bu qeybi məsələlər, bunlar iman məsələsidir. Ya iman edərsən, ya küfr edərsən. Yəni bunun başqa yolu yoxdur. Bu iman məsələləri xəbərlərlə, Quran və sünnə ilə sabit olan məsələlərdir. Bu iman məsələsidir. Yəni mən sənə mələyin varlığını necə sübut edə bilərəm ki, mən özüm onu görməmişəm. Lakin varlığına iman etmişəm. Nə üçün? Kəlamında heç bir yalan olmayan Allah Rasulunun xəbərlərinə görə. O mələyi də, səni də yaradan Allahın bizə bildirməsinə görə, Quran və sünnəyə görə vəhiy ilə bilinən məsələlərdir. Həmçinin başqa bir fayda. İnsan elə bir varlıqdır ki, qardaşlar, insan daima görüb, müşahidə elədiyi və hiss elədiyi əhkamlarla hökm verməyə meyillidir. Bu insan fitrətində belədir. Yəni insan bir məsələni başa düşmək istəyirsə, bir məsələni qavramaq istəyirsə, təbii ki, onu beynində canlandırır, onu həmin məsələni aparır ağlının mühakiməsinə. Və insanın ağlı, bu insanın fitrəti belədir, necə işləyir? İnsan daima nəyi görübsə və gördüyü ilə nəyə adət edibsə, fikirləşdiyi də daima onun üzərində olur. O bir misal var, deyir, biri kör olur, bir gün dua edir ki, Allah gözlərini açsın, bir anlıq gözləri açılır və gözləri açılanda xoruzu görür. Yəni, nağıldır, yəni, danışırlar, misal üçün deyirəm, məsəldir, yəni. Və sonra gözləri kör olur. Sonra buna kim nə danışanda, kim kimdən və ya nədən xəbər verəndə həmişə o şeyi xoruzun başı ilə təsəvvür edir. Həmişə o deyilən şeyi, eşitdiyi şeyi, əl vurduğu şeyi xoruzun başı ilə müqayisə edir öz beynində. Nə üçün? Çünki bu adamın bu həyatda bundan başqa gördüyü olmuyor. Nə deyirlər? Deyir ki, bu xoruzun başında hara oxşuyur. Yəni, insan belə bir varlıqdır. Aydındır. Məsələn, mən bu misalı çox sevirəm, misal çəkməyi. Məsələn, burada kimə soruşsam ki, bu atılsa yerə, yəni hər hansı bir şey yerə atılsa, bu nə olacaq? Hamı deyəcək ki, bu yerə düşəcək. Düzdürmü? Başqa cavab yoxdur. Amma ola bilər bu yerə düşməsin, ola bilər. Sən atmosferdən kənara çıxsan, bu yerə düşməyəcək. Ancaq sən nə üçün deyirsən bu yerə düşəcək? Çünki sənin daima gördüyün budur. Və salam. Sən başqa cür cavab verməyə bilmərsən. Ona görə Quran və sünnədə o şeylər ki, insanın ağlı dərkiləmir və ya zahirən insanın zehnində o bir-birinə zid gəlir, o şeylər heç birisi həqiqətdə ziddiyyət təşkilləmir. Sadəcə olaraq insan daima gördüyü nələrdirsə, müşahidə elədiyi nələrdirsə, o şeylərin əsasında hökm verməyə məhkumdur. Başqa bir misal deyim. Məsələn, bəzi hədislərdə gəlir ki, çünki bu sual da veriblər, bir qardaş sual verir ki, bəzi hədislərdə gəlir ki, cənnətin ortası və ən yüksəyi Firdovs cənnətidir və onun tavanı da ərşdir. Yəni, hədisin zahirindən belə görünür ki, cənnət ərşin altındadır.
Və qardaş sual verir ki, bəzi hədislərdən də belə görünür ki, yəni cənnət ərşin altında deyil. İndi hələn biz buna girmirik. O dediyi hədislərin səhih olması, zəif olması bura girmirik. Hətta fərz eləsək ki, bu belədir, həqiqətdə burada heç bir ziddiyyət yoxdur. Və qayda olaraq biz buna da iman edirik, buna da iman edirik. Və zahirən bir-birinə zid görülən hətta məsələlər olsa belə, hamısına biz ayrı-ayrılıqda iman edirik. Və demirik ki, nə üçün belə oldu və ya bu buna ziddir. Məsələn, adi bir misal elə öz yaşadığımız dünyadan. Belə fərz eləyək ki, biz yer üzərində yaşamırıq. Allah Subhanahu taala bizi başqa bir yerdə xəlq edib və bizə Qur'anla və ya sünnə ilə gəlib çatıb ki, filan yerdə yer deyilən bir məkan var və bir hədisdə tutaq ki, gəlir ki, Allahın yaratdığı həmin yer düzdür, düppədüzdür. Və bir hədisdə tutaq ki, gəlir ki, Allahın o yaratdığı yer kürə şəklindədir. Biz də yeri görməmişik. Həmən insan ağlı ilə ilk anda nə deyəcək? Deyəcək ki, bu hədislər bir-birinə ziddir. Çünki bir hədisdə deyir ki, yer düzdür, bir hədisdə deyir ki, yer kürədir. Və lakin bizim ağlımızın bizə zid göstərdiyi həmin yerdə yaşayırıq. Həm kürə şəklindədir, həm də düzdür. Bizə nisbətdə düz olan bu yer həqiqətdə kürədir. Aydındır? Aydındır. Və ona görə İmam Əhməd bu misalı çəkəndən sonra deyir ki, وَلَا تُدْرَكْ بِالْعُقُولِ وَلَا الْأَهْوَى وَإِنَّمَا هُوَ الْإِتِّبَاعِ وَتَرْكُ الْهَوَى. Deyir ki, din və ya bu qeybi məsələlər, bu əqidə məsələləri Allah Rasulunun sünnətində bizə gəlib çatan bu məsələlər وَلَا تُدْرَكْ بِالْعُقُولِ وَلَا الْأَهْوَى. Yəni insanın öz havası ilə, öz nəfsi ilə və ya ağlı ilə dərk olunan məsələlər deyil bu məsələlər. Yəni ağlını yorma. Bu cür məsələlərə ağlını salma. Biri deyir ki, hədislərdə gəlir qəbir əzabı. Qəbirə açdıq, gördük ki, heç nə yoxdur. Yəni ağla bax. İmam Əhməd rahimehullah deyir ki, bu şeylər ağılla, insanın nəfsi, havası ilə dərk olunan məsələlər deyil. İnnəmə huvəl ittiba'. Din nədir? İttibadır, tabiçilikdir. Və tərkul hava. Və bu cür məsələlərdə havanı, nəfsi tərk etməkdir. Və sahabələr də bunun üzərində olublar. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara, sahabələrə Dəccal barədə danışanda, məşhur hədisdir, o hədislərin birində deyir ki, Dəccal 40 gün yer üzərində olacaq. Və Dəccalın yer üzərində olduğu birinci gün sizin bir ilinizə, ikinci gün bir ayınıza, Dəccalın yer üzərində olduğu üçüncü günü sizin bir cümənizə, yəni bir həftənizə bərabər olacaq. Qalan günlər isə, yəni qalan 37 gün isə adi günlər kimi keçib gedəcək. Və bunu eşidən sahabələr həmən dedilər ki, ey Allahın Rasulü, əgər biz o günlərə çatsaq, namazları necə qılacaq? Alimlər bu hədisdən hansı faydanı çıxarırlar? Deyirlər ki, fikir verin sahabələrə, Rabbani tərbiyə ilə yetişmiş, Allah Rasulunun tərbiyəsi ilə, nəbəvi tərbiyə ilə yetişmiş sahabələr sual vermədilər ki, ey Allahın Rasulü, o necə olacaq? Fikir ver, İmam Əhməd deyən misal. وَلَا تُدْرَبْ لَهَا الْأَمْثَلِ. Sünnədən sənə nəsə gəldi, buna misallar çəkilməz. Bu necə olacaq? Yəni o necə olacaq ki, bir gün birlə bərabərdir? İkinci gün bir aya, üçüncü gün bir həftəyə. Bu sualı verən olmadı. Bu sualı ağıllarından keçirən olmadı. Hansı sualı verdilər? O şey ki, onlara lazım idi. Çünki bu onlara lazım deyil. Hər şeyi yaradan Allah bunu da edəcək. Onlara lazım olan namazdır. Yəni biz və ya bizlərdən biri o vaxt yaşasaq
Namazı necə edəcəyik, necə qılacağıq? Yəni fikir verin, sahabə dini üçün ona fayda verəcək məsələ ilə maraqlanır. O məsələ ki, onluq deyil, onu tərk edir. Və tək bu məsələ deyil. Quranda nə qədər ayələr var. Məsələn, Süleyman əleyhissalamla qarışqanın əhvalatı, danışığı, diyaloqu. Hansısa bir sahabə o ayələr nazil olanda demədilər ki, ey Allahın Rasulü, bu necə oldu? Qarışqadan səs də gəlmir. Bunun ağzı, yəni bunun səs yolları, filan, peşməkan, bu barədə fikirləşən olmadı. Niyə? Çünki sahabəyə bu lazım deyil. Bu qeybi məsələlərdir. Quran və sünnətə sabit olan məsələlər, İmam Əhməd rahimehullah deyir ki, bu o məsələlərdir ki, bu məsələlər ağılla dərk olunması məsələlər deyil. Bu məsələlərdə yalnız tabi olunur və bu məsələlərdə hava tərk olunur. Və son olaraq Əli radiyallahu anhunun sözünü demək istəyirəm. Sahabə deyir ki, əgər bu din ağılla olsaydı, onda gərək biz corablarımızın, xufların üstünə yox, atlarına məhz edərdik. Lakin bu din ağılla deyil. Yəni ağılla, məntiqlə götürsək, insanın ayaq geyiminin üstü çiklənmir, altı çiklənir. Gərək dəstəmaz alanda yaş əlinlə bir dənə altına məhz edəsən. Bu ağla daha uyğundur, yoxsa ayaq geyiminin üstünə məhz eləmək, altına məhz etmək ağla daha uyğundur. Lakin din sənin mənim ağlımla götürülmür. Ona görə Əli radiyallahu anhu deyir ki, əgər din ağlı olsaydı, rəyni olsaydı, corabın altına məhz etmək, üstündən məhz etməkdən daha yaxşı idi. Lakin din ağlınla deyil. Və fikir verin, qardaşlar, bu hələn fikri məsələlərdə belədir. Əqdə məsələlərində necə? Qeybi məsələlərdə necə? Aydın oldu? Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammedin və ala alihi və sahbihi və sallam.